Hər vaxtınız xeyirli olsun, değerli izleyicilerim. Kanalıma hoş gəlmisiniz. Bugün sahura, qəlyanaltı, iftara deməli pişirdiyim qiyməli makaronu necə hazırlamasını sizinlə bölüşəcəm inşallah. Əvvəlcə qəlyanaltının bişməyini reseptini sizinlə paylaşıram. Lazım olan ərzaqları hazırlamışam. Deməli pomidor, balqar biberi, xiyar, bir de kalbasa. Bunları doğradım. Mozzarella pendirin sürtgəcdən keçirtmişəm. Sonra çörək, mən qara çörəkdən istifadə eləmişəm. Siz ağ çörəkdə istifadə edə bilərsiniz. Yumurtadır, bir de kahıdır. Bir de ki fallanmış mozzarella pendirdən götürmüşəm. Deməli tavaya bir xörək qaşığı zeytun yağı əlavə elədim. Yumurtanın birini qaba əlavə edib yaxşı-yaxşı qatışdırıb tavaya əlavə elədim. Yumurta özünü tam tutmamış çörəkləri 2 fal çörəyi qoydum üzərinə. Biraz yumurta özünü tutandan sonra deməli çörəyi çevirdim o bir üzünə. Kenardaki yumurtanı qətləyirəm çörəyin üzərinə. Pendirdən əlavə elədim. Bir tərəfinə də bu pendirdən. Kalbasa, pomidor, xiyar, biberləri düzdüm. Kahını da qoydum üstünə. İndi çörəkləri bir-birinin üstünə, yəni bu biri çörəyi, bir fal çörəyin o birinin üzərinə bu cürünə çevirdim. Biraz spatula ilə basıram ki, ərzaqlar yəni pendirə yapışsın. Sürüşüb düşməsin. Çörəyi deməli çevirdim o bir üzünə ki, o bir üzü də yaxşı qıç-qıç olsun. O üz bu üz çevirirəm ki, hər iki tərəfi yaxşı qızarsın. Hazırda qəlyanaltımız. İnşallah bəyənərsiniz, siz də bişirərsiniz. Çox dadlı olur əziz izləyicilərim. Sahur üçün çox həm rahatdır bişməyi, həm də ki dadlı olur, tutumlu olur. İndi isə iftara hazırladığım deməli qiyməli makaronun deməli video çəkmişəm, sizinlə paylaşıram inşallah. Əvvəlcə qiyməni hazırlayıram da, deməli ət maşından keçirtdiyim mal ətini üzərinə biraz su əlavə eləyib tavada bişirirəm. Yağ əlavə eləmədim, çünki ət yağlıdır. Sonra doğradığım soğanları əlavə elədim. Biraz qatışdırdım. Sürtgəcdən keçirtdiyim kökü əlavə elədim. Qatışdırıram, biraz pişir. Ondan sonra balqar biberini, yaşıl balqar biberi əlavə elədim. Siz istəsəz qırmızı, sarı biberdən də istifadə edə bilərsiniz. Qatışdırıram. Qapağını qoydum. Biraz soğanlar, biberlər pörtdü. İndi isə bir diş sərimsağı sürtgəcdən keçirib əlavə elədim. Duz, istiot, tomat, sarı kök, qırmızı toz biber əlavə edib yaxşı-yaxşı qatışdırıram. Biraz da su əlavə edirəm ki, bütün dadlar bir-birinə qatışsın. Qapağını qoydum vamxotda bişməyə. Deməli makaron üçün dinabı qoymuşam, dinaba duz tökdüm, qaynədi. Makaronları əlavə elədim, qaynətdim və süzdüm. Tavaya kərə yağı, zeytun yağı əlavə elədim. Süzdüyüm makaronları da əlavə eləyib qatışdırıram ki, makaronlar tam hər tərəfli yağa deməli batsın, yağ değsin hamısına. Hazırdır makaronumuz. Qiymə də hazır. Deməli sərimsaqlı qatıq, sərimsağı törkadan keçirtmişəm, qatıq əlavə eləmişəm. Biraz da duz vurmuşam qatığa, elə də dadlı olur duz vuranda. Əlavə elədim makaronun üzərinə, qiymədən də əlavə elədim. Biraz da keşniş doğrayıb üzərinə səpdim. Dadı verir. Deməli yeməyimiz hazırdır.
İnşallah Allah qəbul eləsin hamının oruc namazını inşallah. Siz də bişirin. Sağ olun, sağlıqla qalın.